Salam Nurani, hər vaxtınız xeyir olsun. Bəli, vurğuladığınız kimi son günlərdə əhali arasında virus infeksiyalarının yayılmasında artım müşahidə olunur və təbii ki, kiçikdən böyüyə hər bir kəsdə yoluxma qeydə alınır. Elə bu növbədə Səhiyyə Nazirliyi mütəmadi olaraq insanlara müraciət ünvanlayır və indiki məqamda bilirik ki, uşaqların immun sistemi formalaşma mərhələsində olduğu üçün və daha zəif olaraq qiymətləndirilir və onların virus infeksiyalarına yoluxması daha tez baş verir və bu baxımdan da peyvəndləmənin önəmi daha çox artır. Daha təfərrüatlı informasiyanı, yəni peyvəndləmə nəyə görə önəmlidir, xüsusilə də uşaqlarda? Bununla bağlı informasiyanı qonağım pediatr Sevda Novruzovadan əldə edəcəyik. Xoş gördük Sevda xanım. Buyurun, detalları sizdən işləyək. Mən ümumiyyətlə üzümü əhaliyə tutaraqdan söyləmək istəyirəm ki, yəni peyvənddən heç kəs qorxmasın, çəkinməsin, narahat olası heç bir səbəb yoxdur. Yəni bildiyimiz kimi yeni doğulmuş uşaqlar doğum evlərində olarkən ilk günlərində ilkin peyvəndləri alırlar. Buna vərəm əleyhinə peyvənd, hepatitə qarşı olan peyvəndlərə aiddir. Sonraki illərdə isə, sonraki aylarda isə milli peyvənd təqviminə əsasən, yəni 2, 3, 4 ayında, 6 ayında, 1 yaşında, 1 yaş 6 ayında və 6 yaşında son peyvəndlər olunur. Bu peyvəndlərin hamıya, bütün Azərbaycan xalqının, vətəndaşlarına olunmasını tövsiyə edirəm. Nəyə görə? Peyvəndlər olunduğu təqdirdə uşaqlar arasında yoluxma riski qat-qat aşağı düşür. Bir öncəki illərə nəzarət etdiyimizdə, keçmişə nəzarət etdiyimizdə gördüyünüz kimi müxtəlif pandemiyalardan, qaran yatalığı, vəba, xolera, müxtəlif xəstəliklərdən pandemiyalar zamanı həddindən artıq ölüm riski müşahidə olunmuşdu. Hətta yaxın tariximizdə də, keçən tarixlərə də baxdığımızda, yəni bildiyiniz kimi qızılca uşaqlar arasında çox yayılmışdı, qızılca xəstəliyi və bu zamanda həqiqətən çox böyük ağırlaşmalarla müşahidə olunan hallar qeyd olundu. Ona görə də üzümü xalqımıza tutaraqdan söyləmək istəyirəm ki, peyvənddən çəkinmək lazım deyil. Bütün peyvəndlər vaxtında olunmalıdır. Çünki peyvənd olunması artıq orqanizmdə həmin infeksiyalara qarşı immunitetin formalaşması deməkdir. Yəni həmin virusları orqanizmin tanıması deməkdir və ona qarşı da bir immunitet formalaşması deməkdir. Və bu təqdirdə uşaqlarımız arasında yayılmış bu xəstəliklərin, yəni keçiriciliyi olsa da belə çox zəif, yüngül şəkildə keçirirlər və heç bir ağırlaşmalar müşahidə olunmur. Təşəkkür edirəm informasiyaları biz və tamaşaçılarımızla paylaşdığınız üçün.